Soruşurlar ki, fitrə zəkatı nə vaxt çıxarılır, müddəti hardan başlayır, hansı vaxta qədər? Fitrə zəkatı, qardaşım, bayram gecəsi günəş batandan sonra, elə ki, Ramazan ayının axırıncı günüdür, düzdür, günəş batdı, bayram axşamıdır. Sabah səhər bayramdır. Günəş batandan sonra fitrə zəkatını çıxartmaq vacib olur. Fitrə zəkatını çıxartmaq vacib olur. Düzdür, bir gün və ya 2 gün qabaq çıxartmaq fitrə zəkatını icazəlidir. Niyə? Çünki Peyğəmbərimizin əshabından, səhabələrindən bu varid olub. Məsələn, İbn Ömərdən varid olub. Ona görə alimlər deyirlər ki, bir gün və ya 2 gün qabaq çıxartmaq icazəlidir. Amma vaxtı başlayır, nə vaxt? Günəş batandan sonra bayram gecəsi başlayır vaxtı. Qeyd etdiyim kimi, bir gün və ya 2 gün qabaq çıxartmaq icazəlidir. Niyə? Çünki səhabələrdən varid olub. Bu görüş İmam Məlikin və İmam Əhmədin görüşüdür və müasirlərdən Şeyx İbn Baz rahimehullah bu görüşün üzərindədir. Bunu nəyə görə deyiblər? O, insanlara rahatlıq olsun deyə, asan olsun deyə. Çünki həm vaxt biraz dar olur, həm məsələn miskinlərə, fəqirlərə daha yaxşı olsun deyə, daha münasib olsun deyə səhabələr belə ediblər. Bu hansı vaxtıdır? Başlama vaxtı.